10 il əvvəl onların danışıqları sərt və prinsipial diplomatiya nəticəsində əldə edilən yaxşı razılaşma adlandırılmışdı. Amerika Birləşmiş Ştatları və İranın nüvə müqaviləsi. Lakin cəmi 3 il sonra Amerika Birləşmiş Ştatlarının o zamanda prezidenti olan Donald Trump ölkəsini bu müqavilədən geri çəkdi. Onun fikrincə İranla Amerikanın nüvə razılaşması pis razılaşma idi. Trump daha yaxşısını edəcəkdi, amma az qala iki ölkəni geniş miqyaslı qarşıdurmaya sürükləyirdi. Trump ilk dönəmdə əldə edə bilmədiyi razılaşmanı indi etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu tərəflər bir dəfə bu barədə razılaşıblar. Demək olar ki, həmin 2015-ci il nüvə müqaviləsində əsas bugünkü Trump administrasiyasının problemli hiss etdiyi məsələlər. Birincisi, həmin nüvə müqaviləsi 10-15 il müddətinə nəzərdə tutulmuşdu. Yəni 10 illik, 15 illik orada müddəalar var idi və onlar yenilənməli idi, onun üçün yenidən danışıqlar aparılmadı. Bu dəfə isə administrasiya daimi bir müqaviləni tələb edir. ABŞ-nin İrandan 3 tələbi var. Uranı 60%-dən yuxarı zənginləşdirilməsini dayandırması və bu prosesi beynəlxalq nəzarət altında həyata keçirməsi. Balistik raket istehsalından imtina etməsi, Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarına qarşı təxribatlara son qoymasıdır.